Bağır ey bəhri bir aman ləpələn, atıl cahana sənə ildirim, alış, parla, gürulda. O hadisə yenə dünyasını dəyişib. İnfarkt vurup gelip vurup o adamı. Maşın geldi girdi. Kadın da orada oturmuştu. Tanınmış bədii qiraətçi əməkdar müəllim Nadir Hüseynov paytaxtın Nəsimi rayonu Ali Mustafayev küçəsində avtomobil hərəkətdə olarkən qəfil ürək tutmasından sonra idarəetməni itirib və nəticədə dayanacağa çırpılıb. O hadisə yenə dünyasını dəyişib və bu zaman dayanacaqda olan qadınsa ciddi xəsarət alıb. Yolun dalında ürəyə dayanıb, maşın düzdən-düzə gəlib, bir arvada maşının altına alıb, cəmaat yığılıb eləyib, onu da xəstəxana aparıblar. Qadının vəziyyəti necə idi? Ağır vəziyyətdə olub. O adam ola bilsin, yolda hirslənib, onu vurub da infarkt vurub. Deyirlər əməkdar artist. Yox, əməkdar müəllim. Müəllim? Hə. Qoca arvadı vurub. Maşın gəldi, girdi Astanovkaya. Qadın da orada oturmuşdu, oturacaqda. Gəldi, vurdu onu. Skoro gəldi, götürdü, apardı. Bu dayanacaq ona görə darısı qaldı ki, restoranlar, yollar hamısı bəri-bəri gələ-gələ səkidə yol yoxdur. Maşın yoldan kənarda çəkib dayanmağa yer yoxdur. Bir maşının dalıca gedir. O avtobus dayananda mümkün olmur. Burada məsələnin bir tərəfi baş vermiş hadisə isə digər məsələ məsuliyyət məsələsidir. Yəni qeyd etdiyim kimi avtomobilin sürücüsü hadisə zamanı dünyasını dəyişib, amma ciddi xəsarət alan var və buna görə kim məsuliyyət daşıyır? Dəyən zərəri, ziyanı kim ödəməlidir? Bütün hallarda nəqliyyat vasitəsini idarə edən şəxs, əgər idarə etməni itiribsə və yaxud digər səbəblərdən hadisə törədibsə və bu hadisə nəticəsində dünyasını dəyişibsə, yəni onun ölümü ilə hadisə nəticələnibsə, cinayətçi qaldırılır və sürücünün ölümü ilə bağlı ekspertiza təyin edir. Əgər ekspertiza rəy verirsə ki, sürücünün günahı var, yoxdur, ürək tutmasından dünyası dəyişib, yəni bu sualları təbii ki, istintaq tərəfi ekspert qarşısında qoyur. Qanunvericiliyə əsasən təqsirkar şəxsin ölümü onun tərəfindən vurulmuş zərərin ödənilməsi öhdəliyini aradan qaldırmır. İlk növbədə vurulmuş zərər təqsirkar şəxsin əmlakı hesabına ödənilməlidir. Eyni zamanda təqsirkar şəxsin əməli nəticəsində zərər çəkmiş şəxs də təqsirkar şəxsin miras əmlakı qəbul etmiş vərəsələrinə qarşı iddia tələbi ilə çıxış edə bilərlər.